Mən bu video çəkməkdə konkret məqsədim Azərbaycan xalqının dövlət başçısına səslənirəm. Daha mən boğuluram, yəni sözümü eşidəcək yetişim yoxdur. Şikayət olunacaq bir dənə orqan yoxdur. Qrup 5 illik qoyublar mənə, mənim ayağım minya düşüb. Ayın 6 şəxsən İlham Əliyev bizim yanımızda olub, mənim yanımda. Dövlət başçısı Zakir Həsənov, Mehriban xanım protezlə təmin edib görüşmüşük. Dəfələrlə, qızlarıyla hətta marafonda qaçmışıq. Ürəyim partlayır, üzr istəyirəm bütün Azərbaycan xalqından. Bakıdan gəlirəm mən indi qrup FİTEK komissiyasından. 5 ildir mən 2-ci qrupam. Heç bilmirdim 5 illik müddətli qoyublar. Bayaq yoxdur. Allah bunların bəlasını versin, balasının başına gətirsin.